hörmətli YouTube izləyicilərim. Bugün sizlərə qeyri-üzvü birləşmələr arasında genetik əlaqə bölməsindən son hissə olan ətraflı yazılı cavab tələb olunan tapşırıqlar bölməsini izah etməyə çalışacağım. 1-dən 16-ya qədər suallardır. Hamısını izah edəcəm bu videoda. Əvvəlki suallar, yəni bu bölməyə aid əvvəlki suallar deməli seriya şəklində kanalımda var. Buyurub izləyə bilərsiniz. İzlədikdən sonra fikir bildirməyi unutmayın. Başlayaq sualların izahına. Birinci suala baxsaq, bu sualda deməli amonium nitrit parçalanır, alınır Y maddəsi və X maddəsi, sonra sinklə reaksiyaya girir, sink oksid alınır. Deməli amonium nitritin parçalanmasından bilirik ki, azot qazı və su alınır. Burada sinklə reaksiyaya girən və sink oksid əmələ gətirsə, deməli Y sudur. Y su olacaq burada, X isə azot qazı olacaq. Su sinklə girdi, sink oksid H2 əmələ gətirir. Onda Z-də H2 olacaq. Burada bizə deyir ki, X və Z-in reaksiyasına alınan maddə. X nə oldu? N2, Z nə oldu? H2. Biz də bilirik ki, azot və hidrogenin reaksiyasında nə alınır? Amonyak alınır. Amonyak alınır və burada bu maddə molekulunda hibrid orbitallar və rabitələrin yaranmasına iştirak edən elektronların sayını tapın. Amonyakda hibridləşmə SP3-dür. SP3-dürsə 1s3p, bu 4 hibrid deməkdir. Bu maddədə 4 hibrid orbital var. Yəni 1, 4 olacaq. Rabitələrin yaranmasına iştirak edən elektronlar. Baxın, NH3 göstərsəm mən sizə, deməli, bu şəkildə göstərəm. Burada 3 rabitə var. Gördüyünüz kimi, hər rabitənin 2 elektron yaratdığı üçün, onda burada 3 rabitə varsa, həmişə yazı saxlayın ki, elektron, rabitə yaranmasına iştirak edən elektron, rabitənin 2 qatı olur. Yəni 3 rabitə varsa 6 elektron olmuş olur. Ona görə də 2-də cavab 6 olur. 4 və 6 cavablarını burada uyğun işarətləyirsiniz. Növbəti 2-yə baxaq. Deməli, ikinci suala baxıram. Bu sualda hidrogen xlorid manqan 4 oksidlə girib. Nəticədə deməli bu reaksiyadan aşağı hissəyə yazarım. Nə alınır? Manqan xlorid, xlor qazı və su. Sonra burada neyəsə bu qələm yaxşı yazmır deyə bu obs ilə yazmış olacağam. Burada X maddəsi kalium hidroksidlə giribsə, deməli bu maddə olacaq xlor qazı. X-i burada xlor qazı götürür. Xlor qazı kalium hidroksidlə temperaturla girdikdə nə alınır? Aşağıya qeyd etsəm, deməli kalium xlorid, kalium xlorat temperatur olduğu üçün bir də su. Burada da əgər bu maddə fosforla giribsə, Y kalium xlorat olacaq. Kalium xlorat fosforla girir, nəticədə P2O5 və kalium xlorid əmələ gətirir. Burada da bizə nə deyirdi? Maddələrin formulunu tapın deyir. Deməli X maddəmiz xlordur. X maddəmiz xlor oldu. Y maddəmiz kalium xlorat oldu. Sonra nə soruşur? T maddəmiz. Deməli, əgər baxın, burada xlorun kalium hidroksidin reaksiyasından alınan maddələrdir. Y kalium xloratdırsa, Z burada kalium xloriddirsə, T-yə də sadəcə deməli su qalmış. Ona görə T də burada su olmuş olur. Belə, növbəti 3-cüyə baxaq. Üçüncü suala baxsaq, üçüncü sualda bizə verilib kalsium dihidroortofosfat və kalsium hidroksid reaksiyası. Baxın, burada mollara diqqət edirsiniz. Ümumiyyətlə, kalsium dihidroortofosfatın üzərinə əsas gəlirsə, öz əsası. Bu zaman biz ümumiyyətlə demişik ki, turş duzun üzərinə əsas gəlirsə, əsası hissə artır. Yəni, bu duz normallaşmağa gedir. Ona görə burada 1 mol gəlsəydiniz hidro alınacaqdı. 2 mol gəldiyimiz üçün artıq kalsium ortofosfat alınır, yəni normal duz alınır. Həm də belə baxa bilərsiniz ki, 4 hidrogen var, 4 OH var. Burada tam neytrallaşma getdi. Aldıq burada kalsium ortofosfat. Kalsium ortofosfat aldıq. Kalsium ortofosfat karbon və silisium 4 oksidlə girdikdə kalsium metasilikat, dəm qazı və fosfor əmələ gətirir. Burada da 5 mol oksigenlə girən fosfor olacaq. Fosfor 5 mol oksigenlə girdikdə P2O5 verir. P2O5 də burada su ilə girib HPO3 verib. Bu, yəni normal, belə deyək də, soyuq temperaturda gedən reaksiyadır. Burada bizə deyir ki, X-in kimya formulunu yazın. X-in kimya formulu burada kalsium 3, PO4, 2. Burada bir qədər bu pis yazdığı üçün tam aydın düşmür. Yəni burada bu qələmlə yazsam daha yaxşı olacaq. Burada kimya formulu kalsium ortofosfat oldu, yazdıq. Y və Z-in molekullarında kovalent rabitələrin cəmi. Y-imiz nə oldu bizim burada? Fosfor. Y fosfordur. Z isə P2O5'dir. İndi mən bunların formullarını sizə açıq şəkildə göstərirəm. Burada deməli ağ fosforun əgər quruluşunu yazsaq, bu şəkildə yazacağıq. Fosfor, bura bir fosfor, ortaya bir fosfor yazırıq. Bu şəkildə hər birindən 3 rabitə çıxmış olur. Hər birindən 3 xət çıxmış olur və ümumən 6
Belə deyək də, toplam 6 rabitə olmuş olur. 6 rabitə var. Deməli, A fosforda. P2O5-in quruluşunu yazsaq isə burada P2O5-i 2 fosfor oksigen körpüsünə birləşdirək. Bu oksigenləri kənara qoysaq, burada deməli alınır bizim P2O5'imiz. Burada ise ümumi toplasanız 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 rabite var. 10 üstüne de burada 6, 16 rabite olmuş olur. 2'nin de cevabı 16 olur. Gecə növbəti suala. Burada dördüncü suala baxsaq. Dördüncü sualda deməli natrium peroksid girir karbon qazı ilə. Bu zaman alınır natrium karbonat və oksigen qazı. Burada amoyakla girirsə bu oksigen qazı olacaq. Oksigen qazı amoyakla girdikdə N2 su temperaturdusa, azot qazı lityumla girdikdə birləşmə nəticəsində lityum nitrit yaranır. Burada deyir ki, 3-cü mərhələ birləşmə reaksiyası olarsa zetin kimya formulunu yazın. Zetin kimya formulunu yazdıq. Lityum nitrit 1 mol Y-in alınmasına sərf olunan X-in mol sayı. X burada oksigen. Deməli reaksiyanı yazırıq. Amoyakın oksigen reaksiyasını. Burada deməli alınır. Azot qazı su. Deməli əvvəlcə azotu 2 qoyuram, bura 4 qoyuram. Deməli hidrogen əgər 12-dirsə bura 6 qoyuram, 6 oksigen isə bura 3 olar. Deməli normalda 3 mol oksigen olduqda, reaksiya girdikdə 2 mol azot qazı alınır. Bəs neçə mol oksigen girdikdə 1 mol azot qazı alınır? Bu da eləyir deməli 1/5 yarısı qədər. Keçək növbəti sual 5-ciyə. 5-ci sualdan davam edirəm. 5-ci sualda deməli amonyum karbonat verilib, parçalanır. Bu zaman bilirik ki, amonyak, karbon qazı və su əmələ gəlir. Amonyak, karbon qazı və su əmələ gəlir. Aşağıda bizə qeyd edir ki, Y yanğının söndürülməsi istifadə olunursa. Baxın, yanğın söndürülmədə istifadə olunan qazımız karbon qazı. Yəni Y burada karbon qazı olacaq. Onda X-ə NH3 düşür. Çünki suyu zaten aşağıda vermişdi bizə. NH3-də karbon qazı ilə reaksiyaya girdikdə karbamid əmələ gətirir. İndi mən bu reaksiyanı kənarda yazıram. Çünki bu reaksiyanın içərisində hesablama aparmalıyıq. Amonyak və karbon qazının reaksiyasından deməli biz karbamid gübrəsini və su alırıq. Deməli hesablamanı aparsaq, əmsallaşdırsaq, deməli əgər amonyaka 2 qoysaq, demək olar ki, reaksiya zaten əmsallaşmış olur. Sonra burada deyir ki, praktiki çıxım 80% olarsa 120 kilogram zetin alınması. Zet burada bizim karbamidimizdir. Zet maddəsi budur, yuxarıdan qeyd edirəm. Praktiki çıxım 80%. Baxın, praktiki çıxım 80% o deməkdir ki, biz aldığımız məhsulun əlimizdə olanı 80%-dir. Yəni itki burada 20%-dir, belə başa salsam. Deməli, onda mən belə deyirəm, 120 kiloqramı biz 80% ilə almışıq. Reaksiyada həmişə ilkin alınan 100% olur. Yəni əslində mən nə qədər karbamid almışdım, onu tapıram. Burada cavab alınır 150. Normalda mən 150 kiloqram almışdım. Sadəcə onun 20% itkiyə gedib və nəticədə 120 qalıb. 150 kiloqram karbamidin alınmasında istifadə olunan X-i tapacağım. X də burada amonyakdır. Amonyakın normalda 1 molu 17-dir. 2 molu 34 olar. 34 qrama mən karbamidin kütləsi 60-dır. 60 qram karbamid alıramsa, bəs neçə kiloqrama 150 kiloqram alacağım. Bunu da əgər hesablasaq, alınır 85. Deməli, burada cavab olur 85. 5-ci cavabı 85. Növbəti 6-ya baxıram. 6-cı sual. Deməli, burada birinci verilib bizə pirit. Pirit parçalandıqda bilirik ki, bu kükürdün alım metodu bu arada. Dəmir, sulfit və kükürd alınır. Burada deməli maddə H-klorla girir. Maddə H-klorla girirsə, burada təbii ki, burada ferum sulfit olacaq. H-klorla girdikdə ferum 2 xlorid və H2S əmələ gətirir. Daha sonra isə bu maddə SO2 ilə girdiyi üçün bu maddə H2S olur. SO2 ilə girdikdə deməli kükürd və su əmələ gətirir. Bu iki reaksiya, birinci və üçüncü kürdün alınma reaksiyalardır bu arada. Burada deməli bizə maddələri təyin etsək. Deməli, belə baxsaq, T deməli bizdə oldu. Bizə lazım Y və L maddələr deməli. Y maddəmiz oldu. Ferum sulfit. Sonra L maddəmiz. L maddəmiz isə X maddəmiz buradan alınan maddə olduğu üçün bu kükürddür. Onda burada da X kükürdsə əgər H2S SO2 reaksiyasından alınan maddələrdən biri X kükürdsə, L də su olmuş olur. Deməli, maddələri təyin etdik.
Bundan başqa deməli bizdən nə istəyir? Aha, indi isə burada verilən məsələni həll etsək. Deməli, deyir ki, 5 mol piritdən birinci sxem üzrə gedən reaksiya neçə qram X alınır? Deməli, yazdıq reaksiyanı. Normalda deməli 1 mol piritdən alınır. X burada kükürt idi. 32 qram kükürt. 5 moldan isə 5 dəfə çox olacaq. Deməli 160 qram deməli kükürt alınmış olacaq. Keçək növbəti məsələnin həllinə. 7-ci məsələmizdə verilib bizə natrium deməli peroksid karbon qazı. Buradan deyir ki, nə alınır? Natrium deməli bunun qələmini yazsam daha yaxşı olacaq. Deməli burada alınır natrium karbonat və oksigen qazı. H-xlorla girən burada təbii ki natrium karbonat olacaq. Ona görə burada deməli belə deyək də X natrium karbonat olur. Natrium karbonat H-xlorla girsə burada mübadilə ilə nə alınır? Natrium xlorid və karbon qazı su. Karbon qazı su. Deməli, gümüş nitratla girib əgər gümüş xlorid çıxarıbsa, deməli, bu da Y-də natrium xlorid olmuş olur. Natrium xlorid əgər argentium nitratla girsə, bu zaman argentium xlorid və natrium nitrat əmələ gətirir. Natrium nitrat əmələ gətirir. Burada deyir ki, X maddəsinin formulunu yazsın. X maddəsi natrium karbonatdır. Z maddə deməli nədir burada? Z maddəsi suda məhlul mühitini müəyyən edin. Aha, Z maddəsi natrium nitratdır. Natrium nitratda baxın, natriumda güclü əsasdır, yəni güclü qələt metaldır. Nitrat turşusu da güclü turşu olduğu üçün, burada hər ikisi güclü olduğu üçün mühitimiz neytral olar. Keçək növbəti suala. 8-ci suala baxıram. Burada deyir ki, Y maddəsinin formulunu və normal duz alınarsa Z maddəsinin alınma reaksiyasını yazın. Deməli, başdan başlayaq. Burada birinci baxın, 1 buradan başlayır deyə. Karbon qazıdır. Karbon qazı karbonla girərsə bilirik ki, dəm qazı alınır burada. Əmsallaşdırsaq bura 2 yazırıq. X deməli dəm qazı olur. Dəm qazı natrium hidroksidlə girsə, temperatur və təzyiqlə normalda duz əmələ gətirməyəndə ancaq bu reaksiyaya girir və nəticədə qarışqa turşusu natrium duzunu əmələ gətirir və ya natrium formiat deyə bilərsiniz siz buna. Daha sonra isə deməli natrium formiat sulfat turşusunun qatısı ilə girir və aşağıda bizə vurğulayır ki, normal duz alınarsa. Normalda natrium bilirsiniz ki, bir əsaslıdır və burada daha doğrusu hədə 1 hidroksidi var. Ona görə sulfat turşusunun 2 hidrogen olduğu üçün neytrallaşma üçün 2 mol lazımdır ona. Bu şəkildə yazacağıq reaksiyanı və nəticədə alınır natrium sulfat və 2 mol qarışqa turşusu. Sonra bizə deyir ki, bu reaksiyalardan hansı oksidativ reduksiya reaksiyasıdır? Onu deyin bizə. Reaksiya tənliyini yazdıq. Oksidativ reduksiya reaksiyaları hansılardır? Deməli, birinciyə yuxarıda baxsaq, ümumiyyətlə reaksiyada yadınızda saxlayın ki, bəsit maddə varsa, o reaksiya %100 oksidativ reduksiya reaksiyasıdır. Çünki mütləq sıfırdan hər hansı birinə gedir. Burada da fikir versəniz, oksigen dəyişmir, sadəcə karbon burada. Deməli, müsbət 4-dür, burada 0-dır. Burada deməli, müsbət 4-dən karbonlar, belə deyək də, bu əks öz-özünədir. Karbon biri müsbət 4-dən, burada dəm qazında qeyd ediləsə, müsbət 2-yə gedir. Biri 0-dan müsbət 2-yə gedir. Biri, yəni ki, belə deyək də, oksidləşir, biri reduksiya olunur. Burada ona görə bu reaksiya oksidativ reduksiya reaksiyası hesab olunur. Sonra növbəti aşağıdakı reaksiyada isə bu birləşmə reaksiyasıdır və burada oksigenlər mənfi ikiliyində qalır, natrium müsbət birliyində qalacaq, hidrogen müsbət birliyində qalacaq. Bu da eyni şəkildə, yəni karbon eyni şəkildə müsbət ikiliyində qalmış olur. Desəz bunu necə yaxşı bilər? Belə deyək də, mən bir yerə yazıb desəm sizə bunu. Belə deyək də, burada sadəcə oksigen, natrium müsbət 1-dir, hidrogen burada müsbət 1-dir, oksigen isə mənfi 2-dir. Baxın, burada 4 elektron alıb oksigen. Bunu nəydən alıb? Birini natriumdan, birini hidrogendən, ikisini də karbondan almış olur. Bunu bu şəkildə aydınlaşdıra bilərsiniz. Yəni, bu dəyişmir bu reaksiyada. Açıq, yəni quruluşda da göstərə bilərəm bunu sizə. İstəsəniz, quruluşda da göstərsəm, gəlin belə deyək. İstəyirəm ki, tam aydın və açıq şəkildə hər şeyi izah edeyim. Burada deməli, baxın, necə tapırsınız? Normalda bu karbon hidrogendən 1 elektron alır. Oksigenlərə isə hər birinə elektron verir. Oksigen burada mənfi 2-dir, natrium müsbət 1-dir. Baxın, bu oksigen, belə deyək də, karbon vəziyyətini izahləsəm, karbon burada normalda mənfi 2, mənfi 2, belə deyək, karbon normalda bu oksigenə 2 elektron verir
və olur müsbət 2. Aşağıdığı oksigenə birini natrium verdiyi üçün birini karbondan alır, 1 elektron verir. Toplam oksigenlərə 3 elektron vermiş olur. Ancaq bir elektron da o hidrogenden aldığı üçün burada deməli olur müsbət 2. Yəni normalda o karbon müsbət 3 olmalı idi. Oksigenin birinə 2, birinə 1 verdiyi üçün. Sadəcə hidrogenden də birini aldığı üçün özünə orada yükü biraz deməli üstü azalır və müsbət 2 olur. Belə də açıq şəkildə izah elədim. Növbəti, yəni bu reaksiya oksigen reduksiya deyil qısacası. Üçüncü deməli reaksiyaya baxsam, mən burada reaksiyanın birini unutmuşam. Burada dördüncü var. Onu da yazacağım indi sizin üçün. Deməli, üçüncü reaksiyaya baxsam, üçüncü reaksiyada dəyişiklik olmayacaq. Yəni turşularda bildiyiniz kimi karbon yenə bayaq aşağıda eyni qayda olacaq, dəyişməyəcək. Müsbət 2, müsbət 2. Yəni bu mübadilə reaksiyadır. Mübadilə reaksiya əsasında oksigen reduksiya olmur. Çünki kükürt eyni, hidrogen eyni, dəyişən bir şey yox. Dördüncü reaksiyanı mən aşağıda qeyd edim, onu yazmağı unutmuşam. Deməli, burada nə almışdıq biz? Gümüş, deməli, gümüş güzgü reaksiyasına girməlidir. Maddə bu qarışqa turşusu olacaq. Deməli, belə yazırıq bura. Normalda bu, belə deyək də, turşular bu reaksiyaya normalda girmir. Ancaq burada həm də belə deyək də, aldehid qrupu saxladığı üçün qarışqa turşusu bu reaksiyaya daxil olacaq. Və nəticədə deməli burada karbon qazı, su və deməli gümüş əmələ gəlir. Bura 2 yazsaq, reaksiya demək olar ki, əmsallaşmış olur. Bu reaksiya isə baxaq görə oksigen reduksiyadırmı? Bu reaksiya olacaq. Çünki nəticədə bəsis maddə alınıb. Yəni bayaq dediyim kimi reaksiyada bəsis maddə varsa, o reaksiya %100 oksigen reduksiyadır. Burada gümüş müsbət 1-dən 0-a getmiş olur. Karbon isə biz dedik bayaq turşuda sizə izah elədim ki, karbon turşuda müsbət 2-dir. Burada isə müsbət 4 olur. Yəni müsbət 2-dən müsbət 4-ə gedirsə bu nə deməkdir? Yəni burada o elektron özünə elektron verir. Gümüş isə burada elektron almış olur. Ona görə bu reaksiya oksigen reduksiyadır. 1-4-ü burada götürəcəksiniz. Növbəti 9-a baxaq. 9-cu suala baxırıq. 9-cu sual, ümumiyyətlə bura qədər əgər reaksiyaları tam mənimsəmişsə, baxan ki bilinir ki burada X və Y, yəni belə deyək də, kalsium ortofosfat, karbon, silisium 4 oksid reaksiyasıdır burada. Sadəcə əsas məsələ burada karbon və silisiumun hansının X, hansının Y olduğunu tapmaqdır. Deməli, reaksiya ümumiyyətlə yazsa kalsium ortofosfat, karbon plus silisium 4 oksid, nəticədə alınır deməli kalsium metasilikat, deməli ağ fosfor ya da sadəcə fosfor deviz, fosfor və dəm qazı alınır. Burada əmsallaşma aparsaq əgər, deməli belə deyəcək ki, 3-ə əgər qoysaq bura, kalsiumdan yola çıxaraq, 3-ü qoysaq bura, o zaman kalsiuma da 3, silisiuma da 3 qoymuş olacağıq. 3 qoymuş olacağıq. Daha sonra fosfora baxsaq, deməli fosfor əgər burada 2-dirsə, burada da 2 olmuş olur. Dəm qazı yazacağıq 5. Sonra nə qaldı? Bu tərəfdə karbonu da 5 yazacağıq. Reaksiyanı əmsallaşdırdıq. Y su ilə giribsə, ümumiyyətlə su ilə silisium 4 oksid girməz. Onda Y bizim karbonumuzdur. Karbon su ilə girsə, deməli alınır dəm qazı və deməli H2. Burada da əgər biz əmsallaşdırsaq, əmsallaşmaya ehtiyac olmayacaq burada. Daha sonra kalsium oksiddən də girən X maddəsi silisium O2 olacaq. Burada da metal silikat əmələ gələcək. Burada da əmsallaşma ehtiyac yoxdur. Yəni olduğu kimi də yazdıq və əmsallaşdırdıq. Bu testin cavabı bu şəkildə. Növbəti ona baxaq. Bəli, 10-cu suala baxırıq. 10-cu sualda deməli X maddəsi həm kalsium hidrokarbonatla girib, həm manqan 4 oksidlə girib. Burada aşağıda bizə ipucu verir ki, el sarımtıl yaşıl rəngli qazdır. El sarımtıl yaşıl rəngli qazdırsa, demək bu el belə deyək də xlor qazdır. Xlor qazı çünki sarımtıl yaşıl rəngli qazdır. Manqan 4 oksiddir və burada xlor qazı alınırsa, demək X burada H-xlor olur. Bu reaksiya H-xlor olur. H-xlor manqan 4 oksidlə girsə, xlor qazı alınır. Deməli, burada bizə qeyd edir ki, T və M qeyri-üzv maddələrin eyni sinfinə aiddir. T ilə M fərqlidirsə, bu reaksiya bilirsiniz ki, manqan xlorid, xlor qazı su alınır. Deməli, Z hər iki reaksiyada varsa Z sudur. Z-i tapdıq sudur. Deməli, burada M maddəsi də manqan xlorid olmuş olur. Manqan xlorid olmuş olur. Yuxarıda reaksiyada yazsaq, xlor qazı, deməli, xlor qazı neymiş? H-xlor
Kalsium hidrokarbonatla girsə, burada alınacaq kalsium klorid, karbon qazı və su. Karbon qazı və su. Əmsalları da əgər yerinə yazmaq istəsək, əmsallaşmaq istəsək, bura H-klora 2 qoyacağıq. Bir də karbon qazı ilə suya 2 qoyacaqsınız. Nəticədə əmsallaşacaq. Aşağıda reaksiyanı əmsallaşdırsaq, burada H-klora artıq əzbər bilir ki 4 gəlir. Qalan bir də suya 2 gələcək. Bu şəkildə əmsallaşdırırıq. Reaksiya budur. Y maddəsinin kimya formulunu yazın. Y maddəsi dedik. Bizdə deməli karbon qazıdır. Baş verən reaksiyanı yazdıq, əmsallaşdırdıq. Z maddəsi molekulunda rabitə əmlə gəlməsi iştirak edən hibrid orbitaların sayını müəyyən edin. Burada rabitə əmlə gəlməsində sözü var. İndi buna baxacağıq. Z maddəsi sudur. Z maddəsi sudur. Su normalda nədir? sp3. Suyun normalda 4 hibridi var. Ancaq baxaq görə bunun hamısını işlədibmi? İşlətmək nə deməkdir? Suyun normalda suda deməli oksigen normalda 4 hibrid orbital var. Ancaq 2 hidrogenlə birləşib. Bu demək ki 4'ü var, ancaq ikisini istifadə eləyib. Məsələn bu amoniyakda da keçərdi. Qabağınıza çıxsa amonyak da sp3. 4 hibridi var. Azotun burada ancaq sadəcə 3 hidrogenlə birləşdiyi üçün biz burada 3'ünü istifadə edib deyəcəyik. Yəni burada rabitə əmlə gəlməsində sözü olduğu üçün cavab 2'dir. Ancaq sadəcə hibrid orbital soruşsaydı 4 olacaqdı. Bu şəkildə keçək növbəti suala. Deməli 11-ci sual. 11-ci sualda yenə bayaqki suala oxşuyur. Y qazı qonur rəngli olarsa, qonur rəngli qazımız NO2 qazıdır və Y NO2 olur. NO2 su. Demək X maddəsi həm nitratla girsin, həm natrium hidroksidlə girsin, NO2 versin və aşağıda natrium sulfid əmələ gətirini görürük. Burada artıq bizə ipucu məlumdur ki, X kükürt olacaq. Demək kükürt natrium hidroksidlə, daha doğrusu kükürt nitrat turşusuna girdikdə nə əmələ gətirir? Sulfat turşusu NO2 su əmələ gətirir. Burada da emsallaşmanı yazsaq, burada deməli belə baxsaq 6 qoyacağıq nitrat turşusunun qarşısına. 6 azot olduğu üçün 6'nı NO2'ye də qoyacağıq. 6'nı NO2'ye də qoyacağıq. Suya da burada 2 qoyacağıq. Qalanlar olduğu kimi qalacaq. Digər reaksiyada yenə kükürt natrium hidroksidlə girsə natrium sulfid, deməli natrium sulfid. Bu tərəfdə də aydın yazsaq natrium sulfid. Yəni Z maddəsi budur. Bir də su əmələ gətirir. Burada belə deyək də, əgər əmsallaşdırsanız 3 bura, 6 bura yazacağıq. 2 natrium sulfidə yazacağıq. 3 də suyun qarşısına yazacağıq. Belə. Burada baş verən reaksiyanı yazdıq, əmsallaşdırdıq. Z maddəsinin 1 molundakı kovalent rabitələrin mol sayını hesablayın. Deməli Z maddəsi burada natrium sulfiddir. Natrium sulfiddir. Burada əgər kovalent rabitəni ümumi şəkildə hesablamaq istəsək, normalda baxın, necə tapırdıq? Oksigen valentini vururduq sayına 6 rabitə deyirdik ki, ümumi 6 rabitə var belə fikirləşsək. Bunun ikisi metala gedir, yəni ikisi ion rabitə olur burada. 6 ümumi rabitə var daha doğrusu. 6 ümumi rabitə var. Bunun ikisi metala gedir, yəni ion rabitə bu şəkildə tapırdıq. Metalın valentin sayına 2 ion rabitə varsa, altdan ikisi iyondursa, burada deməli 4'ü kovalent olmuş olur. 4'ü kovalent olmuş olur. Deməli belə. Və yaxud da kükürdün oksijenləşmə dərəcəsində tapa bilər ki, müsbət 4-dürsə, burada 4 kovalent rabitə var. Bu şəkildə tapa bilərsiniz. Və ya quruluşunu açıq şəkildə də yazıb göstərə bilərəm. Bunu sizə göstərsəm, deməli quruluş cəhətdən də göstərsəm mən sizə, əgər bunu natrium, oksigen bu şəkildə göstərsək, bir natrium, bir oksigen daha, bunlar gedir kükürtlə birləşir. Burada bir dənə qoyda baxın, saysaz ümumi rabitəni kovalent dediyi üçün qeyri-metallar arasında 4 kovalent rabitə görəcəksiniz. Keçək növbəti suala 12-yə. Deməli 12-ci sualda bizə verilib X maddəsi kalsium hidroksidlə girsin, X maddəsi parçası N2O versin və L maddəsi karbon qazına girsin. Deməli belə, bu maddə kalsium hidroksidlə girir və parçalandıqda N2O verirsə, parçalanda N2O verirsə, həmən axlımıza yəni ikisində ammonium nitrat gəlir. Ammonium nitrat da bu parçalanda N2O və su verir. Z burada sudursa, burada da sudur. Sonra ammonium deməli nitrat. Kalsium hidroksidlə girsə, alınır deməli amonyak. Daha sonra su. Bir də deməli kalsium nitrat verir bizə burada. Kalsium nitrat.
Bunu da tam şəkildə aydın yazsam. Kalsium nitrat, su. Daha sonra aşağıda dedik parçalarını yazdıq. El karbon qazı ilə girsin. Karbon qazı ilə girən burada təbii ki nə olacaq? Amoyak olacaq. O da el amoyak olur. Amoyak karbon qazı ilə girdikdə yine bizim karbamidimizi və su əmləkdir. Z olacaq burada. Bu isə karbamid olacaq. Burada amoyaka sadəcə 2 qoyduq. Əmsallaşdırdıq. Yuxarıda da deməli amonium nitrata 2 qoyacaqsınız. Sonra bir də amoyaka 2 və suya 2 qoysanız reaksiya tam əmsallaşmış olur. İndi burada yazdıq, əmsallaşdırdıq. Sadəcə yəni ki, bu sualda bunu istədi. Başqa bir şey yoxdur. Onda keçək 13-ə. Deməli, 13-cü sualdan davam edirəm. 13-cü sualda verilib natrium hidrokarbonat parçalanır 3 məhsul əmələ gətirir və bu maddələr karbon, ferrin və H-klorla reaksiyaya girməlidir. Əvvəlcə müəyyənləşdirək. Deməli, natrium hidrokarbonat parçalandıqda bilirik ki, nə əmələ gətirir? Yazsaq bura karbon qazı, deməli su və natrium, deməli karbonat. İndi burada müəyyənləşdirmək ki, hansı X, hansı Y, hansı Z-dir. Deməli burada baxın, nəyə fikir verirsiniz? Burada karbonla reaksiya girən iki maddə var. Yəni həm karbon qazı, həm su karbondan girir. Karbon qazı karbonla girdikdə deməli lap bu hissədə qeyd etsəm bizə karbon qazı karbonla girdikdə dəm qazı verir. Ancaq belə deyək də karbon qazı daha doğrusu su karbonla girdikdə deməli dəm qazı və H2 verir. Yəni bu burada isə T1 maddə olduğu üçün bu reaksiya birləşmə reaksiyası X burada karbon qazı olur. Və nəticədə CO əmələ gəlir. Onda Y su olur. Desəniz Z niyə su olmur? Su H-klorundan girməz çünki. Y onda su olur. Su dəmirlə girsə, dəmir 3O4 H2 verir bizə. Onda natrium karbonat da sonuncuya qalır. Natrium karbonat da H-klorundan girsə, natrium klorid, karbon qazı və su verir bizə. Belə. Deməli, burada X karbon qazı, dəm qazı kimi yazmışam yuxarıda. Sonra yazır ki, burada T maddəsi natrium hidroksid reaksiyasını yazın. T maddəsi nə oldu? CO. Dəm qazı. Dəm qazı natrium hidroksidlə girsə, bayaq dedik, qarışqa turşusunu natrium duzunu verər. Yazdıq. Sonra el maddəsi duru sulfatla. El maddəsi burada dəmir 3O4 olur. Deməli, o deməli girsə əgər H2SO4 duru ilə, baxın, dəmir 3O4 özündə 2 oksidi daşıyır. Həm 2, həm 3. Ona görə də həm bu ümumiyyətlə turşularla getdikdə bu oksid dəmirin həm 2, həm 3 vahidi duzlarını əmələ gətirir. Dəmir deməli alınır. Dəmir 2 sulfat, sonra dəmir 3 sulfat və su əmələ gətirir. Bu reaksiyada dəmirlər demək olar ki 3'dür. Burada da 3 olduğu üçün, bunlarda 3 olduğu üçün burada sadəcə suya burada 4 qoyuruq. Burada 4 qoyanda əmsallaşır. Sonra isə sonunda bizə belə bir şeydir ki, 11,2 litr normal şərait X maksimum neçə qram kalium hidroksidə girər? 20%. X'in su ilə reaksiyasını deyir, nəzərə almayın. Tamam. Deyir X'imiz burada nə oldu? Karbon qazı. Karbon qazı deməli, əgər kalium hidroksidlə girsə, yəni su ilə reaksiya kimi götürməyin demək istəyir. Burada özündən reaksiya daxil olduğunu maksimum neçə qram? Maksimum neçə qram deyirsə, demək ki, burada biz normal duz yazmalıyıq. Maksimum miqdarda deyirsə. Deməli, alınır deməli burada kalium karbonat, bir də su. Daha sonra bura 2 qoyuruq. Bu şəkildə reaksiyamız əmsallaşmış olur. İndi deyir ki, X maksimum neçə qram 20% kalium hidroksid girer. Aha, 11,2 litr deyir burada. 11,2 litrdirsə, normalda deyək ki 22,4 litr karbon qazı, kalium hidroksid 2 molu 112 qram edər. Normalda 1 mol 56, 2 molu edər bizə 112 qram. 22,4, 11,2 deməli özünə qram kalium hidroksid birləşdirirsə, 11,2 litr onun yarısı qədər 56 qram kalium hidroksid birləşdirər. Ancaq burada biz 20% kalium hidroksid dediyi üçün 56 qram 20% ümumiyyətlə məhluldakı maddə həmişə faizi göstərir. Yəni 56 qram məhlulun 20% isə normalda məhlulun hamısını tapmaq istəyirsə 100%, bu nə qədər edər? Burada da 56-nı əgər vursaq biz deməli hesablasaq 56-nı vursaq 100-ə, bölsək əgər 20-yə edəcək 280. Və ya bunu məsələn desəniz ki, biz məhlul düsturu necə taparız? Məhlul düsturu bizə faiz bərabərdir. Maddə böl məhlul vur 100. O şəkildə başa düşürsünüz əgər. 20 bərabərdir yazarsınız. 56-nı yuxarı qoyarsınız. Aşağıya x qoyarsınız. Bıraxıyor. Yenə yəni eyni məntiqə gəlib çıxır belə deyim.
Burada cavab 280 olar. Keçək növbəti suala. Deməli 14-cü suala baxıram. Burada deməli deyir ki, kuprum 2 oksid X ilə girsin və Z versin bizə. Aşağıda kuprum və su var və deyir ki, X maddəsi mineral gübrə alınması istifadə olunur. Burada bu reaksiyaya baxanda məlum olur ki, X amonyakdır, gübrə alınması istifadə olursa da amonyakdır. Kuprum oksid amonyakla girsə kuprum su və azot qazı verir. Azot qazı kalsiumla girsə deməli bizə verir kalsium 3N2. Kalsium nitrit də su ilə girdikdə kalsium hidroksid və bizə yenə amonyak əmələ gətirir. Amonyak da oksigenlə temperaturla girsə azot qazını verir. Burada nə deyirdi bizə? Deyir ki, Z maddəsi N2-dir, Y maddəsinin Y maddəsi də kalsium nitritdir, yazdıq və X maddəsinin kuprum oksid reaksiyasını yazın, əmsallaşdırın. O reaksiyanı yazıb aşağı hissəyə əmsallaşdırsam əgər, deməli kuprum dedik azot qazı və su alınır. Burada əmsallaşmanı aparsaq, deməli amonyakın qarşısına 2 qoysanız 6 hidrogen olur. Burada 3 qoysaq, sonra kupruma da daha sonra oksigenə görə 3 qoyacağıq. Burada 3 qoysaq reaksiya əmsallaşmış olur. Bu da bu şəkildə keçək 15-ci sualdan davam etsəm. 15-ci sualda bizdə deməli verilib ki, eyni keyfiyyət tərkibi binar birləşmə olur. X və T'nin kimya formulunu yazın. Eyni keyfiyyət o deməkdir, içindəki maddələr eynidir burada. Yəni nə elementsə o eynidir. Burada da belə deyək ki, kükürt görürük. Kükürt görürsə X maddəsinin içərisində demək kükürt var. Kükürt olduqda binar birləşmə dedikdə axlımıza pirit gəlməlidir. Elə bu pirit reaksiyasıdır. Kənarda yazsaq ferrum S2 deməli üstə gəlsin oksigen qazı alınır. Ferrum 2 bunu da tam yaxşı yazın. Ferrum 2 O3 və SO2 qazını əmələ gətirir. Burada da bunu yazsaq və əmsallaşdırsaq, sonra çünki lazım olacaq bizə 2 yazsaq, 4 yazsaq, burada 8 yazsaq, daha sonra isə burası 11 yazmalı olacaq. Bu deməli pirit reaksiyası olur. Piritin yəni oksigen reaksiyası olur. Daha doğrusu X və T binardır demişdi. Ferrum S2 ilə də binar ferrum S-dir. Bu elə piritdir. Pirit parçalandıqda nə əmələ gətirir? Bu reaksiyada bu olacaq. Pirit parçalandıqda ferrum S və kükürt əmələ gətirir. Sonra Z maddəsi kükürt olacaq. Kükürt oksigenə SO2 verir. Yazdıq burada hər bir şeyi. X-i təyin etdik ki, X-imiz piritdir. T-ni təyin etdik ki, T ferrum S-dir. Birinci reaksiyada deyir 8,96 litr SO2 alınarsa neçə mol oksigen sərf olunub? Birinci reaksiya yenidən dönürəm. Burada deməli 8,96 litr deyir. SO2 alınıbsa oksigeni tapın. Oksigenin molunu tapın. Normalda 11 mol olduqda biz burada deməli 8 vur 22 14 litr SO2 sərf edirik. Neçə mol olduqda 8,96 olar. Bunu da hesablasaq. Aha, deməli bu da 0,55 mol etmiş olur. Belə ki, son olaraq 16-nı izah etsəm, 16-cı sualda deməli bizdə kuprum xloriddir, üzərinə X duzu gəlmişik. Aşağıda qeyd edir. X-in duzu olduğunda kuprum nitrat alınıb və hər hansı bir duz. Burada deyir ki, X duzunun parçalanmasına yalnız bir bəsit maddə alınır. Belə deyək də, kuprum xlorid həll olan duzdur. Və həll olan duz reaksiyaya girməlidir və nəticədə çöküntü verməlidir bizə. Burada da kuprum nitrat alınan duzlardan biri həll olandısa, deməli götürəcəyimiz bu nitratındakı metal xlorla çöküntü verməlidir. Xlorla çöküntü verəndə ya argentium ya da belə deyək də qurğuşun olacaq. Burada da X duzun parçalanmasından yalnız bir bəsit maddə alınırsa, deməli əlimizdə olur bir argentium nitrat, bir də qurğuşun 2 nitrat. Deməli burada biz belə deyək də qurğuşun nitrat götürəcəyik. Niyə? Çünki gümüş nitrat götürsək, gümüş nitratın parçalanmasından burada gümüş, oksigen qazı və su alınır. 2 bəsit maddə. Ona görə X maddəsi qurğuşun 2 nitrat olur. Qurğuşun nitratın parçalanmasından qurğuşun deməli 2 oksid, NO2 və O2 qazı əmələ gəlir. Burada deməli bunu bildik. Daha sonra deməli kuprum nitrat Y ilə girsin, kuprum sulfat və turşu versin bizə. Burada sadəcə turşu çıxıbsa, deməli və kuprum sulfatsa burada Y maddəsi sulfat turşusunun özü olacaq. Burada nəticədə kuprum sulfat və nitrat turşusu əmələ gəlir. Bunu qeyd etdik. X-i qeyd etdik ki, X oldu qurğuşun 2 nitrat, Y oldu sulfat turşusu. Sonra bizə qeyd edir ki, 0,2 mol X maddəsinin parçalanmasına alınan qaz qarşılıq mol miqdarını hesablayın. Deməli, qurğuşun nitratın parçalanmasını biz burada yazdıq. Qurğuşun nitratın
Parçalanması nəticəsində quruluşu 2 NO2 O2 alındı. Əmsallaşdırsaq 2 bura, 2 bura, 4 və 2 şəklində 4 yox, bura 2 getməyəcək. Çünki oksigen artıq 8 ki 10 düzəlmiş oldu. Deməli belə. 0,2 mol X maddəsinin parçalanması. Normalda deməli belə deyək də 2 molunun parçalanmasından alınan qaz qarışığı NO2 NO2-dən söhbət gedir. 5 moldur toplam. 0,2 mol olsa isə bu da 10 dəfə az olacaq. 0,5 mol. Belə. Bu məsələ də hardasa asandır deyə bilərik. Beləliklə bu bölmədəki bütün suallara baxmış olduq. Yəni qeyri-üzv birləşmə arasında genetik əlaqə tamamilə bitmiş oldu. Bu mövzunun əvvəlki suallarını qeyri-üzv birləşmə arasında genetik əlaqə yazaraq mənim belə deyək də YouTube kanalımda izləyə bilərsiniz. Bundan sonra hansı bölməni işləyək? Əgər sizin ağlınızda hər hansı bir bölmə varsa, zəhmət olmasa yorum yerinə yazın. İzlədikdən sonra bəyənməyi və fikir bildirməyi də unutmayın ki, videolarımız daha çox insanın qarşısına çıxsın və daha çox abituriyent, müəllim, tələbə yararlanmış olsun. Belə, izlədiyiniz üçün təşəkkür edirəm.